Yayda ən çox zəhərlənmə yaradan 5 qida. Bu videonu mütləq yaxınlarınıza göndərin. Yayda qida zəhərlənmələri niyə artır? Çünki isti havada bakteriyalar tez çoxalır. Xüsusilə yemək uzun müddət soyuducudan kənarda qalanda, düzgün bişirilməyəndə və ya çiğ qida ilə bişmiş qida qarışanda risk artır. Bəs yayda hansı qidalar təhlükəlidir? 1. Dönər və fast food məhsulları, xüsusilə toyuq dönəri yayda daha risklidir. 2. Mayonez. 3. Süd və qatıq məhsulları. 4. Yumurta ilə hazırlanan qidalar. Bura yumurtalı salatlar, soslar və kremlər aiddir. 5. Kəsilmiş qarpız. Bəli, qarpız və yemiş kəsiləndən sonra açıq havada çox qalarsa üzərində mikroblar artır. Əgər zəhərlənmə baş veribsə, yəni ürək bulanma, qusma, ishal və qarında sancı yaranıbsa, az-az və tez-tez su için. Yəni birdən-birə çox su içmək qusmanı artıra bilər. İlk saatlar yeməkdən uzaq durun. Bir neçə gün yağsız və yüngül qidalansanız yaxşı olar. Zəhərlənmədən sonra bağırsaqlarımız bilirsiniz ki, pozulur və bu prosesdə yanaşı olaraq bağırsaq florasına dəstək olmaq istəyirsinizsə, laktofiltrum qəbul edə bilərsiniz. Laktofiltrum bildirim ki, dərman deyil, qida əlavəsidir. Tərkibində ağac oduncağından alınmış lignin maddəsi, laktuloza və fruktoliqosaxaridləri var. Laktofiltrum bağırsaqlarda həzm olunmamış qida qalıqlarının, toksinlərin, allergenlərin və zərərli maddələrin xaric olmasına, normal mikrofloranın bərpasına dəstək olur. Məhsul yeməkdən sonra yaranan köp, sancı, qida həssaslığı və bağırsaq narahatlığı zamanı əlavə dəstək kimi istifadə oluna bilər. Özəlliklə yayda səyahətə çıxırsınızsa, məncə çantanızda olması gərəkən məhsullardan biridir. Bildirim ki, laktofiltrumu bütün apteklərdən əldə edə bilərsiniz.